2023-cü ilin payızında başlayan tənqidçi həbsləri 2024-cü ilin martından müstəqil QHT-ləri də əhatə edib. Hazırki iş 2014-cü ildə başlanmış və cinayət tərkibi olmadığı üçün xitam verilmiş QHT işi ilə oxşarlıq təşkil edir. İş üzrə çoxsaylı şəxslər təqsirləndirilən şübhəli və şahid qismində istintaqa cəlb olunub. İstintaqda Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergiləri və sığorta haqlarını ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı üzrə ittihamlar irəli sürülüb. Təqsirləndirilən QHT fəalları əsasən USAID və digər xarici donorların qrantları ilə fəaliyyət göstərir. Qrant haqqında qanuna görə, qrant qeyri-kommersiya fəaliyyətləri və konkret məqsədlər üçün verilən yardımdır. Qanunun 4-cü maddəsi qrantın yazılı müqavilə və ya donorun qərarı ilə rəsmiləşdirilməsini tələb edir. Nazirlər Kabinetinin qrant müqavilələrinin qeydə alınması qaydası müqavilənin 30 gün ərzində Ədliyyə Nazirliyində qeydiyyata alınmasını tələb edir. Qrant müqavilələrinin qeydiyyatdan keçirilməməsi İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyət yaradır. Lakin bu hallar Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə qanunsuz sahibkarlıq kimi qiymətləndirilə bilməz. Çünki burada qeyri-kommersiya fəaliyyətindən söhbət gedir. Avropa İnsan Hüquqları Məhkəməsi Cəfərov və Əliyev işlərində qeyri-kommersiya fəaliyyətinin dövlət qeydiyyatının olmamasını cinayət məsuliyyətinə əsas saymayıb, qeydiyyatсız fəaliyyətin yalnız inzibati məsuliyyət doğura biləcəyini vurğulayıb. Beləliklə, müstəqil QHT-lərə qarşı iqtisadi cinayətlər adı altında təqiblər həm milli qanunvericiliyə, həm də beynəlxalq hüquqa ziddir.